Deməli, vektor koordinatların uzunluğu cəmi fərqi ədədə vurulması 2025-ci ildə çıxan ikinci topludan baxacağıq. Birinci sualdan başlayırıq. AB vektorları verilmişdir. A çıxı B vektorunun komponentlərini bizdən istəyir. A çıxısın B deyəndə o zaman nə edirik? A vektoru çıxısın B vektoru zamanı x-dan x-i çıxırıq, y-dan y-i çıxırıq. Bu da bizə verəcək -2 və -4'ü. Cavab olacaq B variantı. Keçirik ikinci suala. Burada isə cəmini istəyir. O zaman 1'in üstünə 1 gələcək 2, 2'nin üstünə -2 gələsik 0. Cavab olacaq neçə? 2, 0, B variantı. Vektorun uzunluğu necə tapılır uşaqlar? Vektorun uzunluğu və yaxud da modulu kök altında komponentləri kvadratları cəmi deməkdir. Bu da bizə verəcək 81 üstəgəlsin 144'ü, yəni kök altında 225'i, 15'i. Cavab olacaq Y variantı. Digərində 4 nömrəli sualda da kök altında 5'in kvadratı üstəgəl 12'in kvadratı bizə verəcək kök altında 13'ün kvadratını, yəni 13'ün özünü. Vektorlardan hansı vahiddir deyir. Vahid vektor nəyə deyilir? Kök altında kvadratları cəmi 1'ə bərabər olan. Baxın B variantına -1'in kvadratı üstəgəl 0'ın kvadratı bizə verir 1'i. Aşağıdakilerden hansı vahid vektordur? Burada da D variantı. Mütləq qiymətini istəyir. Mütləq qiymət bərabərdir moduluna. O da bərabərdir uzunluğuna. Deməli yazacağım kök altında 3'ün kvadratı üstəgəl 4'ün kvadratı verəcək bizə 25'i, yəni 5'i. Yenə mütləq qiymət dedik nədir? Həm modulu, həm də uzunluğu deməkdir. O zaman olacaq 6'ın kvadratı üstəgəl 8'in kvadratı. Bu da bizə verəcək kök altında 100'ü, yəni 10'u. Cavab olacaq D variantı. İndi mənə deyir ki, A və B vektorları verilib 2A'dan çıx 3B'ni. Deməli, burada nə edəcəyik uşaqlar? Əvvəlcə bizim vektorumuza fikir verməmiz lazımdır. Biz vektor üçün burada nəyi görürük? Görürük ki, bizim vektorumuz A'sı 2'ye vurulub. Gəlin onda 2A vektorunu tapaq. Bu zaman 4 və -1 deyilmi? Vuranda nə alınacaq? 8 və -2. B vektoru isə 3'e vurulub. 3B. Bu da olacaq. B vektorunun komponentlərini 3'e vuranda nə alınmasıdır? -6 və 15. İndi deyir ki, 2A'dan çıx 3B'ni vektorunu. Bu da bərabər olacaq. O zaman 8 çıxılsın -6'ya və -2 çıxılsın 15'ə. Bizə verəcək 14 və 17'ni. Cavab -17'ni. Cavab olacaq B variantı. 10 nömrəli sualda da yenə eyni nə istəyir bizdən? Deyir ki, 3A üstəgəl 2B'ni tap. Deməli, 3A vektoru üstəgəl 2B vektoru. A vektorunun komponentləri 3 və -4'dürsə, bunu biz 3'e vuranda nə olacaq? 9 və -12 olacaq. B vektorunun komponentləri -2 və 5'dirsə, bunu biz 2'ye vuranda olacaq -4 və 10. Sonra bu komponentləri cəmlə deyir. Cəmləyən zaman 9'un üstünə gələcəm -4'ü. Bu x-dir. -12'nin üstünə gələcəm 10'u. Bu bizə verəcək 5 və -2'ni. Cavab olacaq C variantı. Keçək indi 11-ci suala. X vektoru, Y vektoru verilib. Vektorun əmən vektorları ilə ifadə edildir. X vektorunu gətir -3'də 1'ə vur. Sonra da çıx Y vektorunu. Gəlin yazaq. Deməli, nə edəcəm? X vektorunu nə verib mənə? M üstəgəl N. Y vektorunu nə verib? M minus N. -3'də 1 x deyirsə, deməli, öncə x-i 3'də 1'ə vuracam. -3'də 1 M üstəgəl çıxılsın -3'də 1 N. Nə oldu? İşarə çıxmaya çevrildi. Bu bizim nəyimizdir? 3x, 3'də 1 x'imiz mənfi. Çıxılsın y, m minus n. Bu da bizə verəcək -3'də 1 m, çıx 3'də 1 n, çıx m üstəgəl n. M'ləri bir-birindən çıxanda -3'də 1 çıxılsın m, -3'də 1 m. Bizə verəcək, bir də 3'də 1 n üstəgəlsin n. Deməli, m bizə verəcək 3'də -4 m'i, n isə bizə verəcək üstəgəlsin 3'də 2 n'i. Buna da uyğun cavab B variantıdır. 12 nömrəli sualda baxın eynidir.
Deməli, öncə nə edirik? X-i mənfiləşdiririk. Mənfi x onda nə olur? Mənfi m çıx n olacaq. Sonra y-i mənfi 3-də 1-ə vuraq. Ya da normal 3-də 1-ə vuraq. 3-də 1 m çıx 3-də 1 m. Sonra bu ifadədən bir-birindən çıxmalıyıq. Bu da bizə verəcək nəyi? Mənfi m çıx n çıx 3-də 1 m üstə gəl 3-də 1 n. Bu da bizə verəcək o zaman mənfi 3-də 4 m çıxılsın 3-də 2 n. Deməli, hər ikisinin işarəsi mənfidir. Buna da uyğun gəlir C variantı. Keçək indi 13-cü suala. Deyir ki, lambdanın yerinə neçə oldu? Uzunluq 5 olur. Uzunluq necə tapılır? Kökətdə kvadratları cəmi. 3-ün kvadratı üstə gəlsin. 2 lambdanın kvadratı bərabərdir 5-in kvadratına. Burada və yaxud da 5-ə. Burada hər tərəfi kvadratı yüksəldəndə bundan bu gedir, qalır 9 üstə gəl 4 lambda kvadratı bərabərdir 25-ə. 4 lambda kvadratı bərabərdir 16-ya. Lambda kvadratı bərabərdir 4-ə. Lambda bərabərdir müsbət mənfi 2-yə. Cavab olacaq D variantı. 14-də isə deyir ki, nə olsun? Uzunluğu deyir bu olsun. O zaman yazıram 4 lambda kvadratı üstə gəlinsin mənfi 8-in kvadratı kökətdə bərabərdir 4 kökdə 14-də. Hər tərəfi kvadratı yüksətsək olacaq 16 lambda kvadratı üstə gəl 64 bərabərdir. 4 kökdə 14 nə deməkdir? 16 vur 14 deməkdir. Burada hər tərəfi 16-ya bölsəm lambda kvadratı üstə gəl 4 bərabərdir 14-də. Buradan lambda kvadratı bərabərdir 10-a. Lambda bərabərdir müsbət mənfi kök altında 10. D variantı. Keçək 15-ə. CD vektorunun komponentlərini istəyir. Uşaqlar vektorları tapan zaman hansı ikinci yazılıbsa, onun komponentlərindən digərini çıxırıq. Yəni D-nin x-indən C-nin x-ini çıxacam. Mənfi 1 çıx 2. Y-ından Y-ını çıxacam. Bu da bizə verəcək nəyə? Mənfi 3 və 4-ü. Mənfi 3 və 4 A variantı. İndi gəlin 16-ya baxaq. Burada da yenə CD deyirsə, nə edəcəm? C-dən D-ni çıxacam. Yəni, mənfi 1 çıxılsın 3, digər də 3 çıxılsın mənfi 2. Eləyəcək mənfi 4 və 5. Mənfi 4, 5. C variantı. 17. Vahid vektor olsun deyir. Vahid vektor nədir? Kökətdə kvadratları cəmi 1-ə bərabər olmalıdır. Bərabərdir 1. Bu da eləyəcək onda 9k kvadrat üstə gəl 16k kvadrat bərabərdir 1-ə. 25k kvadrat bərabərdir 1-ə. K kvadrat bərabərdir 25-də 1-ə. K da bərabərdir müsbət mənfi 5-də 1-ə. Yəni 5-də 1 nədir? 0,2 müsbət mənfi 0,2-yə. Cavab olacaq A variantı. Vektorun uzunluğunu bizdən istəyir 18-də. Vektorun uzunluğu nə deyilirdi? Kökətdə kvadratları cəmi. Kök altında 5-in kvadratı üstə gəlsin mənfi 12-in kvadratı üstə gəl 0-ın kvadratı bizə verəcək kökətdə 169-u, yəni 13-ü. Digər 19-da da vektorun uzunluğu kök altında 4 kökdə 3-ün kvadratı üstə gəl 2-in kvadratı üstə gəl 2 kökdə 3-ün kvadratı. Bu da bizə verəcək 4 kökdə 3-ün kvadratı neçə eləyir? 16 bölü 3 48. 2-in kvadratı 4. 2 kökdə 3-ün kvadratı 12. Cəmləyəndə eləyəcək 64, yəni 8. A variantı. 20. 20 nömrəli sualda isə deyir ki, x-in hansı qiymətində vektorun uzunluğu 5 olar? Yəni kök altında x kvadratı üstə gəlinsin mənfi 3-ün kvadratı üstə gəl 4-ün kvadratı deyir 5 olsun. Bu da olur x kvadrat üstə gəl 9 üstə gəl 16 bərabərdir 25-ə. X kvadrat bərabərdir 0-a, x də bərabər olacaq 0-a. D variantı. 21 nömrəli sualda yenə vektorun uzunluğu 10 olarsa mənfi 6-ın kvadratı üstə gəl y kvadratı üstə gəl 8-in kvadratı bərabərdir 10-a. 64 üstə gəl 36 üstə gəl y kvadratı bərabərdir 100-ə. Y kvadratı 0 olacaq. Deməli y 0-dır. 22 vektorların cəmini istəyir. Baxın 2-nin üstünə mənfi 1 gələsiz 1. Mənfi 3-ün üstünə 2 gələsiz mənfi 1 və 4-ün üstünə mənfi 3 gələsiz 1. Cavab eləyəcək 1, mənfi 1, 1. C variantı. Yenə vektorların cəmini istəyirsə 3-ün üzərinə mənfi 2 gələsiz 1,
Mənfi 1-in üstünə mənfi 2 gələsiz, mənfi 3. 6-nın üstünə mənfi 1 gələcəksiniz, 5. Cavab eləyəcək 1 mənfi 3, 5, B variantı. 24-də açıq B vektorunu istəyirsə, 6-dan çıxacam 4-ü 2, mənfi 3-dən çıxacam mənfi 2-ni eləyəcək mənfi 1, 0-dan çıxacam 4-ü eləyəcək mənfi 4. Bunun uzunluğunu istəyirsə, kökatda nə edirdik? Kvadratları cəmini yazırdıq. Vəssalam, bu da bizə verəcək kök altında 4 üstəgəl 1 üstəgəl 16, kökatda 21, Y variantı. 25-ci sualda açıq B vektorunun uzunluğunu istəyir. Yenə 3-dən çıxacam 3-ü 0, mənfi 2-dən çıxacam 1-i mənfi 3 və 5-dən çıxacam 4-ü 1. Uzunluq necə tapılırdı? Kökatda kvadratları cəmi. Bu da bizə verəcək kök altında 10-u, yəni D variantını. Keçirik indi 26-ya. Vektorun uzunluğunu istəyir, amma deyir A-nı 4-ə vur, sonra üzərinə B gəl. A-nı 4-ə vuranda komponentlər olacaq mənfi 4 və 4. Üzərinə B-ni gələndə olacaq nə? Mənfi 4-ün üstünə 1 gələndə mənfi 3, 4-ün üstünə 3 gələndə 7. Uzunluq necə tapılırdı? Kökatda kvadratları cəmi. Bu da bizə verəcək kök altında 9 üstəgəl 49, kökatda 58-i, Y variantına. 27-ci sualda da öncə deyir A-nı 2-yə vur. 2-yə vuranda bura olacaq 2, bura olacaq mənfi 2, burada olacaq 4. Sonra deyir ondan B-ni çıx. O zaman baxın 2-dən mənfi 1-i çıxırıq, eləyir 3. Mənfi 2-dən mənfi 6-nı çıxırıq, eləyir 4. 4-dən 4-ü çıxırıq, eləyir 0. Kök altında kvadratları cəmi də bizə verəcək nəyi? Uzunluğunu. Kökatda 25, yəni 5, A variantı. 28-də deyir açıq B vektorunun uzunluğunu tap. Öncə A-dan B-ni çıxaram. Mənfi 2-dən 3 çıxanda eləyəcək mənfi 5, 5-dən 1 çıxanda 4. Uzunluğu nədir? Kökatda kvadratları cəmi. Bu da bizə verəcək kök altında 25 üstəgəl 16, yəni kök altında 41-i, B variantı. Vektorun cəminin mütləq qiyməti yenə mütləq qiymət nəyə bərabər idi? Uzunluğa. O zaman nə edirəm? Öncə cəmləyirəm. 1-in üstünə 1 gələndə 2, 2-nin üstünə 1 gələndə 3. Cəmini tapdıq. İndi mütləq qiyməti 2-nin kvadratı üstəgəl 3-ün kvadratı eləyəcək 4 üstəgəl 9, yəni 13, C variantı. Yenə AB vektorunun uzunluğunu istəyir cəminin. Öncə mənfi 2-nin üstünə 3 gələrik. Eləyəcək 1. 5-in üstünə 1 gələrik 6. Və kökatda 1-in kvadratı üstəgəl 6-nın kvadratı eləyəcək kökatda 37, C variantı. İndi burada isə deyir A-nı 2-yə vur, B-ni 5-ə vur, sonra çıx. A-nı 2-yə vuranda bura olacaq 4, 2 və 8. B-ni 5-ə vuranda bura olacaq 15. Gəl üstündən yazın. Deməli, A-nı neynədi? 2-yə vurduq. 2-yə vuranda oldu 4, mənfi 2A bərabərdir. 4, mənfi 2 və 8. B-ni 5-ə vurduq. Oldu 5B. Neçə olacaq? 15, 0 və mənfi 10. Sonra deyir, çıx bunlar bir-birindən. Baxın, 4-dən mənfi 15-i çıxacam. Mənfi 11. Mənfi 2-dən 0 çıxacam. Mənfi 2. 8-dən mənfi 10-u çıxacam. 18. Cavab eləyir. Mənfi 11, mənfi 2 və 18, D variantı. Keçək. Koordinatlar müstəvinin təsvir olunmuş A vektorunun komponentlərini tapın deyir. Bunu tapmaq üçün nə edirik? Bura nədir? Y-ı mənfi 2, x-i 0-dır. Bəs bura nədir? Y-ı 0-dır, x-i isə mənfi 3-dür. Yəni, bura mənfi 3, 0 nöqtəsidir. Bu nöqtə isə 2, mənfi 0, mənfi 2 nöqtəsidir. Komponent tapanda, yəni bu vektorun uzunluğunu tapsaq nə edirik? Sondan əvvəl çıxmalıyıq. 0 çıxılsın mənfi 3, bu x-idir. Digəri isə nədir? Mənfi 2 çıxılsın 0. Bu da eləyəcək deməli 3 və mənfi 2. 3, mənfi 2 var B variantında. İndi buna baxın uşaqlar. Yenə, bura nədir? 3, 0 nöqtəsidir. Burada 0, 2 nöqtəsidir.
nə edirdik? Sondan əvvəl çıxırdıq. Deməli 0 çıxılsın 3, 2 çıxılsın 0. Verəcək -3 və 2-ni. B variantı 33-də də. Keçək 34-də. İndi bizə deyir ki, m-in hansı qiymətində vektorun uzunluqları bərabərdir. Uzunluq nədir? Kökətli kvadratları cəmi. Deməli yazacağam ki, o zaman kök altında 4-ün kvadratı üstəgəl -m-in kvadratı üstəgəl 3-ün kvadratı bərabərdir kök altında 5-in kvadratı üstəgəl m plus 2-nin kvadratına. Buradan da köklər gedəcək. Qalacaq 16 üstəgəl m kvadrat üstəgəl 9 bərabərdir 25 üstəgəl m kvadrat üstəgəl 4m üstəgəl 4-ə. Burada m kvadratları gedəcək. Qalacaq 4m bərabərdir. 16 üstə 9 gəndə 25. 25-i boyuna keçirəndə 0. Burada da 4 var. 4-ü 12 keçirəndə -4-ə. M də bərabərdir -1-ə. Biz burada diqqət eləmədik uşaqlar. Burada 4 minus m-dir. Gəlin bir daha baxaq. Yəni 3-lü element deyil. Burada olacaq 4 minus m-in kvadratı üstəgəl 3-ün kvadratı bərabərdir kök altında 5-in kvadratı üstəgəl m plus 2-nin kvadratına. Bu da bizə verəcək 16 çıxılsın 4m plus m kvadratı üstəgəlin, daha doğrusu 8m üstəgəlsin 9 bərabərdir 25 üstəgəlsin m kvadratı üstəgəl 4m plus 4-ə. Burada m kvadratları gedir. 8m boyuna keçirəndə olacaq 16 üstəgəl 9 çıx 25 çıx 4 bərabərdir 12m. Bunlar 0 olur. -4 bərabərdir 12m. M də bərabərdir -3-1-ə. A variantı. Yenə eynidir. Vektorların uzunluqları bərabərdir. Onda yazacağım ki, bura kök altında 5-in kvadrat üstəgəl, daha doğrusu üzr istəyirəm, bayaq kim oldu yenə? Kök altında 5 üstəgəl m-in kvadrat üstəgəl 12-in kvadratı bərabərdir kök altında 13-ün kvadrat üstəgəl m minus 1-in kvadratına. Kvadratlar gedəndə qalacaq 25 üstəgəl 10 üstəgəl m kvadrat üstəgəl 144 bərabərdir 169 üstəgəl m kvadratı çıx 2m plus 1-ə. M kvadratları gedir. Bu 2m boyuna keçirəndə olur 12m. 169-un üstünə bir gəndə 170. Çıxırıq 144 və 25. Bu da 12m bərabərdir. 170-dən 144-ü çıxanda qalacaq 26. 26-dan da 25 çıxanda qalacaq 1. M də bərabər olacaq 12-də 1-ə. Olacaq cavab Y variantı. Keçək indi 36-ya. Vektorun modulunu tapın deyir. Öncə AB-ni tapaq. AB nəyə bərabərdir? Modul deyirsə kök altında yazmalıyıq kvadratlar cəmi, amma AB-ni vektorunu tapanda nə edirdik? B-dən A-nı çıxırıq. Bu da eləyəcək. Bu şəkildə kök altında 25 üstəgəl 2-in kvadratı 4 kök altında 29. B variantı. Yenə 37-də də kök altında AB-ni istəyirsə B-nin elementindən A-nı çıxırıq. Kvadrata yüksəldirik. Yenə Y-lar da həmçinin. Bu da bizə verəcək kök altında 1, 1-in kvadratı, yəni 1 üstəgəl 1-in kvadratı kök altında 2. A variantı. Keçirik 38-ə. AB vektorlar verilmişdir. AB vektorunun modulu deyir 17-dir. A vektorundan B vektorunun öncə cəmini tapsaq, cəmi nəyə bərabərdir? Cəmi 8 ilə 7 plus m-ə. Modul nə deməkdir? Bəs kök altında kvadratları cəmi. Yəni 64 üstəgəl 7 plus m-in kvadratı bərabərdir 17-in kvadratına. Kvadratla kök getsə qalacaq nə? 64 üstəgəl daha doğrusu kök aparmayaq bir dəqiqə. Yazaq kök altında 8-in kvadrat üstəgəl 7 plus m-in kvadratı bərabərdir 17. Hər tərəf kvadrata yüksəldək. Bundan bu gedir. 64 üstəgəl 49 üstəgəl 14 m üstəgəl m kvadratı bərabərdir 289-a. 64 ilə 49-u toplasaq, ya da beləyək. M kvadratı üstəgəl 14 m üstəgəl 113 çıx 289 bərabər 0-a. Bu da eləyir m kvadrat üstəgəl 14 m çıx 289-dan 113 çıxanda 6 7 76 qalacaq.
Bizden indi M istəyir. Burada 176 eləyir bu arada. İndi diskriminantın köklərini tapsaq. O nədir ki, cəmi -14. Hasili -176 eləyər. 22 ilə, -22 ilə 8. A variantı olacaq cavab. Gecə 39 da bunun yenisidir. Öncə deyir A-dan B-ni çıx. Gəlin çıxaq vektorlar. Olacaq nə? -2-dən 3 çıxacam, -5. M-dən 1 çıxacam. Sonra deyir modulunu tap. Modul nə idi? Kökətli kvadratları cəmi. Vəssalam, bu 13-ə bərabərdir. Hər tərəf kvadratı yüksəldəndə kvadratla kök gedəcək. 25 üstəgəl m kvadrat çıx 2m üstəgəl 1 bərabərdir 169-a. Bu deyilir m kvadratı çıx 2m üstəgəl 26 çıx 169 bərabər 0-a. M kvadrat çıx 2m çıxılsın 143 bərabər 0-a. O nədir? Cəmi 2 hasili 143 olan mənfi B variantında -11-dən 13. Cəmi 2 eləyir, hasili -143. Keçək 40 nömrəli suala. Deyir ki, bizə ABCD paralelogramda diaqonallar O nöqtəsində kəsişir. AB vektorunu OA deyir A vektorudur. BO isə deyir B vektorudur. Bunu ifadə elə. Buranı istəyir. X bərabərdir uşaqlar. Birincisi unutmayın. Birin başı birindən sonunda X-dan B-nin cəmi A-nı verir. X da buradan bərabərdir A çıx B-yə. Cavab olacaq 40-da A variantı. 41-ə baxırıq. Yenə O A A-dır. O B B-dir. Bizdən BA vektorunu istəyir. Bu səfər üzü bu tərəfədir. Birin başlanğıcı, digərin sonu. O zaman X-dan A-nın cəmi B-dirsə, X bərabərdir B çıx A-ya. Bu da olacaq C variantı. Keçək. Vahid vektordur deyir. Vahid vektor nədir? Kökətli kvadratları cəmi 1 olmalıdır. Bu da eləcə m kvadrat üstəgəl 25-də 16 9 bərabərdir 1-ə. M kvadratda bərabərdir 1 çıx 25-də 9-a. Bu da eləcə 25-də 16. M də olacaq 5-də 4 müsbət mənfi. Y variantı. Keçək 43-ə. Yenə vahid vektordur deyir. Vahid vektor neydi? Kökətli kvadratları cəmi 1 olmalıdır. Bu 5-də 4 isə o birisi də 5-də 3 olmalıdır. Müsbət mənfi. 44-də deyir ki, nöqtələr verilmişdir. AC üstəgəl BD vektorun modulunu tapın. Öncə AC-ni tapaq. AC nəyə bərabərdir? A və C. 7-dən 2 çıxıram 5. 9-dan 4 çıxıram 5. Bəs BD nəyə bərabərdir? 16-dan 6 çıxıram 10. 8-dən 5 çıxıram 3. Bu ikisi vektor cəmlə. Cəmləyəndə nə edirik? 15 ilə 8 eləyir. Modulunu tap. Kökətli kvadratları cəmi. Bu da eləyəcək 225 üstəgəl 64 eləyəcək 289, yəni 17 D variantı. MN vektorunun uzunluğunu istəyir. MN uzunluğunu istəyirsə uşaqlar. Buradan bura kimi məsafə nədir? 4. Buradan bura kimi məsafə nədir? 4. Düzbucaqlı üçbucaq quranda bu da olur 4 kökdə 2. Y variantı 45-də. Keçək 46-ya. Burada da yenə bax. Bu uzunluq nədir? 5. Bu uzunluq nədir? 5. Burada olacaq 5 kökdə 2. 47 G nöqtəsi AD parçasının AD tərəfinin orta nöqtəsidir. A, B, C, D. Paralelogramında deyir AD-nin orta nöqtəsidir G. BG deyir vektorunu DA vektoru ümumilikdə A-dır. AB vektoru B-dir. Bu vektoru ifadə elə. Bura A bölünsün 2-dir. Burada A bölü 2-dir. Bu isə X desək, vektor belə gedir. O zaman olacaq uşaqlar bunun başlığı bunun sonundandısa B ilə X-in cəmi bərabərdir A bölü 2. X də bərabərdir A bölü 2 çıx B-yə. Olacaq 47 cavab C variantı. Pardon, bir dənə işarələrdə baxaq. Bu belə gedir. Bu belə gedir. Belə gəlir. İşarə bu şəkildədirsə, bura mənfi olacaq. Mənfi. Digərinə keçək 48-ə. Yenə eyni. A, B, C, D. G nöqtəsi AD-nin orta nöqtəsidir.
Bu sefer bizden CG'ni istəyir. Yine bura belə, üz aşağı bu tarafa gedir. Bu da hara deyir? CG dediği için belə gedəcək. O zaman birin başlanğıcı dinlərin sonu. Bura A bölü 2'dir. Bura B'dir. Deməli B ilə A bölü 2'nin cəmi CG'ye bərabər olmalıdır. CG'ye. Bu hansı variantda var? Bir dəqiqə nəyi səhv yazdıq. Bir daha baxaq. Gəlin belə çəkeyim. A, B, C, D paralelogramında. A, B, C, D. Belə gedir. Bu şəkildə gəlir. Belə gəlir və belə gedir. AD tərəfinin orta nöqtəsidir. G. Və CG-ni istəyir. Bura kimi düz gəldik. Bura X olsun. Yenə bizdən CG-ni istəyirsə. Biz burada oxlara diqqət eləməliyik. Ona diqqət eləməmişdik. Gözləyin. Uşaqlar, oxlara necə diqqət eləyəsiniz? A, B, C, D, bu da G olsun. Bax, əgər C, G deyirsə, deməli ox bu tərəfədir. Gördünüz? D, A. AB deyirsə ox bu tərəfədir, onda burada da belə olacaq. DA deyirsə bu tərəfə. Onda ox belədirsə, bu ikisinin cəmi üçüncünü verməlidir. Və salam, buradan x də bərabər olacaq. 2-də 1 açıq B-yə. A variantı. Geçək 49-a. Komponentləri istəyir bizdən. ON-in komponenti neçədir? ON. O 0, 0'dır. N isə 2, 5'dir. O zaman ON olacaq 2 ilə 5. Bəs OM neçədir? OM yenə M-dən 10 çıxırıq. 0, 0 çıxanda eyni qalacaq. Yəni -1 ilə -5. Cəmini istəyirsə 2 üstü -1 gəlirik. Bir dəqiqə OM-i buradan tapım. OM M-dən 10 çıxırıq. -1 çıx 0. -5 çıx 0. Diləcək. -1 və -5. OM də eyni şəkildə. Cəmləyəndə üzr istəyirəm, yerlərində dəyişik yazmışam. Bura -5'dir, bura 1'dir. X-dan Y, bu Y-dir, bu X. Все, indi cəmləsək. Deməli, nədir? 2, 5. -2'nin üstünə 5 gəndə -3. -1'in üstünə 5 gəndə müsbət 4. -3 və 4. D variantı. Keçək 50'yə. Yenə bunun elementləri nədir? ON M olacaq -1 və 5. Bəs ON da olacaq -1 ilə 4. Söz cəmləyəndə olacaq -2, 9. Bunun ikisi 4'dür, -1'dir. Cəmləyəndə olacaq 3 və 4. Y variantı. 51. Deyir 3A üstəgəl B vektorunun uzunluğu 17 olsun. Öncə A-nı 3'ə vuranda eləyəcək 15 və 3K minus 6. Bu A vektorumuz. Üzərinə gələcək B vektorunu, yəni 2, 15 və 6'nı. 3 dənə elementmiş. O zaman A vektorunu 3'ə vuranda olur 15, 3K və -6. B vektoru isə 2, 15 və 6'dır. Öncə onları cəmləsək. Olacaq 17. 15 üstəgəl 3K və 0. Deyir, bunun deyir kökətli kvadratlar cəmi 17 olsun. 17'nin kvadratı üstəgəl 15 plus 3K'nın kvadratı üstəgəl 0'ın kvadratı. Bərabərdir 17'yə.
Hər tərəfi kvadrat yüksəldəndə bunlar gedir. Qalır 15 üstəgəl 3k bərabər 0-a. 3k bərabərdir -15-ə. K da bərabərdir -5-ə. 52. O x ox ilə 60 dərəcəli bucaq. Deməli, alfa 60-dır. Bu ox üzərində proyeksiyası kökdə 3-dür. Proyeksiya kökdə 3-dürsə, proyeksiya kökdə 3-dür. Bura kökdə 3-dür. O zaman bu 90-dır. Vektorun uzunluğu istəyirsə, 30-un qabağında kökdə 3, 60-ın qabağında 90 qabağında 10 2 mislidir. 2 kökdə 3 C variantı 52-dir. Keçək indi 53-ə. 30 dərəcə bucaq əmələ gətirir və proyeksiya 3-dür. 3. 60-ın qabağında 3, 30-un qabağında 10 kökdə 3-ə bölünmüş haldır. 90 qabağında 10 2 mislidir. 6 böl kökdə 3. Bu deyiləcək 2 kökdə 3 böl 3. A variantı. Yox, bir dəqiqə, üzr istəyirəm. Xərəcə rəsəmətdən azad ediləndə 6 kökdə 3 böl 3 ilə bu deyilir 2 kökdə 3 B variantı. Keçək 54-ə. X-in uzunluğu istəyir. Birin başlanğıcı, digərin sonu. O zaman bu ikisinin cəmi bərabərdir 3A plus B-yə. Bu boyuna keçəndə X bərabərdir A üstəgəl 2B-yə. Öncə A-nı tapaq. A nədir? 3 ilə -4. 2B-miz nədir? 12 ilə 24. Cəmləsək 15 və 20. Bunların modul kökətli kvadratı cəmi 20-in kvadratı üstəgəl 15-in kvadratı eləyəcək 25-in kvadratı. Olacaq A variantı. Keçək 55-ə. Mərkəzi O nöqtəsi və əmsalı K2 olan homotetiyada -2, -1 nöqtəsi hansı nöqtəyə çevrilir? İndi 55-i necə yazırıq? Baxın, mərkəz nöqtə nədir? O, oxşarlıq əmsalı 2-dir. Homotetiyada da -2, -1 nöqtəsidir. Hara çevriləcək? Yazırıq ki, OA bərabərdir 2 dənə OA-ya. OA ştrix. Burada A ştrix nədir bilmirik. Bu keçəcəkdir, yəni x-y-dir. Burada OA nəyə bərabərdir? Yazacağım ki, x çıxılsın 3, y çıxılsın -2. Bu bizim əmsalımız. Bu da bərabərdir 2 vurulsun. Hara? -2 çıxılsın 3-ə və -1 çıxılsın -2-yə. Yəni, bax, bu A nöqtələrini çıxdıq. İndi, burada nə yarandı? X çıxılsın 3, y üstə gəlsin 2, bərabərdir. Bura eləyir -5, burada eləyir 1. -5-i də 1-ə 2-yə vuranda eləyir -10-dan hara 2. İndi bu x-i x uyğun gəlməlidir, y-ə y. Yəni, x çıxılsın 3 bərabərdir -10-a. Y üstə gəlsin 2 bərabərdir 2-yə. Y bərabər olacaq 0-a, x də bərabər olacaq -7-yə. Cavab C variantı. Keçirik indi 56-da. Burada da oxşarlıq əmsalını 3 verib. Deməli, yazıram O A ştrix bərabərdir 3 dənə O A-ya. X çıxılsın -4, y çıxılsın 3, bərabərdir 3 vurulsun. X-in yerinə nə yazacağım? 2 çıxılsın -4 və 5 çıxılsın 3. Bu da eləcək x üstə gəlsin 4, y çıxılsın 3, bərabərdir. -2-dən -4 çıxanda 6, 5-dən 3 çıxanda 2. 3-ə də vuranda 18 ilə 6. İndi x üstə gəl 4 oldu 18, x bərabər olacaq 14-ə. Y çıx 3 bərabərdir 6, y də bərabər olacaq 9-a. Cavab olacaq Y variantı. Keçir indi 57-yə. 57-də nə deyir? MB-ni MC-yə böləndə 3-ün 1-i alınır. Yəni, bura 3K-dır, burada K-dır. Sonra, mənə deyir ki, BD-ni AD vektoruyla əvəz edə. Bax, BD belə çəksən, bu olsun X. Bura B-dirsə, burada B-dir. Onda bura bütöv 4A-dırsa, 4K-dırsa, 4K bərabərdir A-ya, K da bərabərdir A böl 4-ə. Bura deməli nədir? A böl 4-dür. İndi X istəyir. Baxın, uşaqlar, bu ox bu tərəfə gedir. Bir oxun başlanğıcı, digərinin sonu. Deməli, X-dan A-nı, A böl 4-ün cəmi B olmalıdır. X də bərabər olacaq. B çıxılsın,
A bölünsün 4. 57'de. Bu da Y variantında var. İndi 58'də uşaqlar yenə eyni modeldir. Baxın, bura mənə deyir ki, BK KD-dən 4də 1-dir. Yəni, bura 4x-dırsa, bura da x-dir. O zaman bu cəmi nə olacaq? 5x bərabərdir A-ya, x də bərabər olacaq A bölünsün 5-ə. İndi bura kimi gəldik. Yəni, x-i tapdıq ki, bura A bölünsün 5-dir. Sonra mənə deyir KD düz xətdir. DK bu arada. KD ilə DK fərqlidir. Yəni, D-dən çıxır, K-da bitir deməkdir. İndi, bu da bu istiqamətdədir, digəri də bu istiqamətdədir. Birinin başlanğıcı, digərinin sonu. Onda bu isə x-dirsə, bu isə də b-dirsə, x-dan A-nın cəmi b-yə bərabər olmalıdır. X də bərabər olacaq, daha doğrusu A bölünsün 5-in. B çıxılsın, A bölünsün 5. Yəni, cavab olacaq 58-də Y variantı. Keçək 59 açıq suallardır. A vektoru veribdi bizə uzunluğu kökdə 7, B vektorunu veribdi bizə uzunluğu -3. A ilə B vektorunun cəmini istəyir. İndi A vektoru nəyin üstündədir? A vektoru x-i kökdə 7-dir, y-i isə nədir? 0-dır. B vektorunun x-i 0-dır, y-i isə -3-dür. Daha doğrusu uzunluq çünki ona bərabərdir də, belə deyək. Və yaxud da, bəli, bu şəkildə olacaq. İndi, məndən nə istəyirdir? A vektorundan B vektorunun cəmini tapın. A vektorundan B vektorunun cəmi də olacaq neçə? Kök altda 7-nin kvadratı üstəgəlsin -3-ün kvadratı. Yəni, əslində belə olur. Kök altında A plus B. Yəni, kökdə 7 üstəgəlsin 0-ın kvadratı, üstəgəlsin 0 üstəgəlsin -3-ün kvadratı. Bu da bizə verəcək kök altında 7 üstəgəlsin 9, yəni 16. 16-dan da kök nə çıxacaq? 4. 60 nömrəli sualda da bura 12-dirsə, onda deyəcək 12, 0, 12 nöqtəsidir. Digər 9-dursa 9, 0 nöqtəsidir. Kök altında 0 üstəgəl 9-un kvadratı, 12 üstəgəl 0-ın kvadratı. Bu da bizə verəcək kök altında 81 üstəgəl 144-dür. Eləyəcək 225, bundan da kök çıxacaq 15. 61 nömrəli sualda AM deyir, parçasının uzunluğunu tapın. AB-nin AD-yə olan cəmi -5, 12-dir. A-ın parçasının uzunluğunu tapmaq istəyiriksə, baxın, AB ilə AD-nin cəmi nəyə bərabər olasıdır? Bura x-sə, burada x-dir. Və biz bilirdik ki, buradan bura kimi olan nədir? 2x. 2x nəyə bərabərdir? Bunların cəminə, yəni -5 ilə 12-yə. İndi -5 ilə 12-yə, çünki AB ilə BC-nin cəminə. BC də elə AD-yə bərabərdir. İndi, məndən x istəyirsə, o zaman nəyi tapacağıq? Gəlin bunu belə yazmayayım sizin üçün. Çünki başa düşülür olmağını istəyiriksə. Nə yazacaq? Yazacaq ki, AC bərabərdir nəyə? AB üstəgəlsin AD-yə. Niyə? Çünki dedik, bu ikisinin cəmi bizə üçüncünün uzunluğu verir. Bu da nəyə bərabərdir? M-ə. M neçədir? -5 ilə 12-yə. İndi AM istəyir. AM də nəyə bərabərdir? 2-də 1 AC-yə. Bu da bərabər olacaq nəyə? -5-in yarısı 12-nin yarısı. Yəni 2,5 mənfi və 6. İndi bizdən nə istəyir? Uzunluğu. AM, yəni modulunu. Bu da eləyir kök altda neçə? -2-də 5-in altdan 125, üstə gəlsin 36. Bu da bizi verəcək kök altında 42 tam onda %25. Bu da nəyin şeydir, kvadratıdır. 6,5. Və salam. Tapdıq ki, cavab nədir? 6,5. İndi digərinə baxın uşaqlar. Mərkəzi koordinat başlanğıcından və deyir, oxşarlıq əmsali 2 olan homotetriyada A və B nöqtələri uyğun olaraq A1, B1 nöqtəsinə keçir. İndi gəlin öncə AB nöqtəsini tapaq. AB nöqtəsinin uzunluğu nəyə bərabərdir? 5 çıxılsın 0,5-in kvadratı, üstə gəlsin 2 çıxılsın -4-ün kvadratı. Bu da bizə verəcək kök altında 56-dan %25-i, yəni 7,5-i. İndi A1, B1 istəyirsə modulunu, bu 2 dənə nəyə bərabərdir? AB-yə bərabərdir. Bu da bizə verəcək 2 vurulsun 7,5, yəni 15-i.
Keçək digər deyinə. Oxşarlıq əmsalı indi bu dəfə 2-də 1-dir. Öncə AB-ni taparıq modulda. Olacaq nə? 14 çıxılsın 10, yəni 24-ün kvadratı. Üstə gəlinsin. Neçə? -2 çıx 8, -10-un kvadratı, yəni 100. Bu da bizə verəcək 24-ün kvadratının üstünə, 24-ün kvadratı 576-ın üstünə 100 gələndə eləyəcək 676. Bu da eləyəcək 26-ın kvadratı. İndi nə deyir? 12-də 1-dir. Yəni A1, B1 bərabərdir 2-də 1 AB-yə. Bu da eləyəcək 2-də 1 vur 26-ya, yəni 13-ə. Keçirik indi neçəyə? 64-ə. A və B vektorlar vahid vektorlardır deyir. O zaman nədir? Vahidsə bura 0-dır. Burada 0,4 olacaq ki, kvadratları 0,8 olacaq ki, kvadratları cəmi 100 olsun. Yəni x kvadrat üstə gəl 0 kvadrat üstə gəlsin 1-in kvadrat bərabər olmalıdır 1-ə. Eyni şəkildə 0,6-ın kvadrat üstə gəl y kvadrat üstə gəl 1-in kvadratı 0-ın kvadratı bərabər olmalıdır 1-ə. Buradan x bərabər olacaq 0-a, y də bərabər olacaq 0,8-ə. İndi məndən nə istəyir? S vektorunun uzunluğunu, yəni kök hətta 0-ın kvadrat üstə gəl 0,8-in kvadratı. Bu da bizə verəcək elə 0,8-in özünü. 65 nömrəli suala keçirik. 65-də deyir ki, yenə vahid vektordur. Deməli, bura nə olacaq? 0,6. Bura nə olacaq? 0. Kök hətta m-nin uzunluğu kök həttində 0,6-ın kvadrat üstə gəl 0-ın kvadratı, yəni eləyəcək 0,6-nın özü. Keçirik 66 nömrəli suala. A vektorundan çıx deyir B vektorunu. Ondan da üstünə gəl C vektorunu. Birincisi uşaqlar, baxın, bunun başlanğıcı bunun sonudursa, o zaman biz nə deyirdik? Birin başlanğıcı, birin sonu. C ilə B-nin cəmi A-ya bərabər olurdu. Yəni biz A-nın yerinə C plus B yazarıq. Bax, yazaq. A-nın yerinə yazıram. C üstə gəl B, çıx B üstə gəl C. Bax, bu A-nın yerinə yazdım. Burada bunlar gedir, qalır 2 dənə C. İndi uzunluğunu tap. Öncə C vektorunu tapmalıyıq. C vektorunun uzunluğu nə qədərdir? 9 çıxılsın -3 və 6 çıxılsın 1. Bu C vektorumuzdur. Bu delir 12 ilə 7, 5. C vektorunun uzunluğunu tapmaq istəyiriksə, kök altında 12-nin kvadratı və 5-in kvadratını cəmləməliyik. Bu da bizə verəcək 13-ü. Bizdən 2C-ni istəyir. 2 vurulsun 13 eləyəcək 26. 66 nömrəli sualda. İndi keçək 67-yə. Uzunluğu veribdir. Deyir modulu A modul B-yə bərabərdir. Bu A variantında keçərlidir. Çünki bulan kvadratlar cəmi bir-birinə bərabər olur. Bərabərdir. 0-ın kvadrat üstə gəl 1-in kvadratına. Sonra ikincisi A deyir 3B-yə bərabərdir. Baxaq, həqiqətən də bunu 3-ə bölsək, alınırmı? 2 ilə 4. Bəli, bu B variantına uyğun gəlir. B 3A-ya bərabərdir. Baxaq, belə bir şey varmı? B 3A-ya bərabərdir. Yoxdur bu. A və B vahid vektorlardır deyir. Vahid vektorlar nədir? 1-ə uyğun gəlir D variantı. Və digərinə baxırıq. B bərabərdir 2 dənə A-ya. Bəli, 2, həqiqətən bunu 2-yə vurduqda 6 ilə 4 eləyir, uyğun gəldi Y variantı. Deməli, 1AD, 2B, 3Y. Pardon, burada bu C variantı eləyir CC. Niyə? 2C. Çünki B 3A-ya bərabərdir. Digərinə baxaq indi uşaqlar. Vahid vektoru hansıdır? İkincidir. Vahid vektorlar bir-birinə kvadratları cəm bərabərdir. Sonra bu həqiqətən bunu nəyə vurublar? 4-ə bölüblər də. Elə bir ki, buranı 4-ə vurublar. Deməli, A bərabərdir 4B-yə. Uyğun gəlir A variantı. Sonra digər yuxarıda isə nə ediblər? 2-yə bölüblər. Deməli, A bərabərdir 2 dənə B-yə. 1-ə də uyğun gəlir Y variantı. Y, BD və A. Keçirik. Uyğunluğu müəyyən edindir. X-dan Y-ı cəmləsə uşaqlar. X-dan Y-ı cəmləsə X üstə gəlsin Y. Olacaq A plus B üstə gəl A minus B. Bunlar da gedir, qalacaq 2A. Uyğun gəldi 1-ə B variantı. İkincidə X-dan Y-ı çıxsaq, olacaq A plus B çıxılsın A plus B. Bu da eləyəcək 2B. Uyğun gəldi D variantı. Üçüncüyə baxırıq. X-i Y-ə vursaq, A üstə gəl B-ni A minus B-yə vursaq, olacaq A kvadrat çıx B kvadratı, yəni C variantı. Digər uyğunluğu müəyyən edin.
Deyir x'i 2'ye vur, sonra üstüne y gəl. X'i 2'ye vuranda 4a çıx 2b, üstüne y gələndə a plus 2b'ni, 2b'lər gedir, qalır 5a. Olur C variantı 1'ə. Sonra deyir x'i mənfiləşdir, mənfi 2a üstəgəl b, üstünə gəl 2y-a. Yəni 2a üstəgəl 4b-ni. Burada da 2a'lar gedəcək, qalacaq 5b. Uyğun gəldi A variantı. X'in üstünə y gəl. 2a çıx b üstəgəl, a çıx 2 üstəgəl 2b-ni. Burada A'dan A eləyəcək bizə 3A. B'dən B çıxanda üstəgəl B qalacaq. D variantı da uyğundur. Keçək 71-ə. A və B vektorları verilib, uyğunluğu müəyyən edin deyir. Birincisi hamısında AB-ni istəyir. AB-ni gəlin birinci üçün tapaq. AB nəyə bərabərdir birinci üçün? Bilirdik ki, sondan əvvəl çıxmalıyıq. 1 çıx 1, 2 eləyir. 3 çıx 0, 3 eləyir. Mənfi 2 çıx 4, mənfi 6 eləyir. Deməli 2, 3, mənfi 6 uyğun gəldi. 1, B variantı. Bəs bunun kökətli kvadratları cəmi 4, üstəgəl 9, üstəgəl 36. Bu da bizə verir 49, yəni 7-ni. Varmı belə cavab? Y variantında var. İkinciyə baxır uşaqlar. Yenə AB-ni taparamsa 0-dan 6 çıxıram, mənfi 6. Mənfi 5-dən 1 çıxıram, mənfi 6. 1-dən mənfi 2 çıxıram, 3. Uyğun gəldi A variantı. Kökətli kvadratları cəmi 36 üstəgəl 36 üstəgəl 9. Bu da eləyir 81. 81-dən də kökünə çıxır 9. D variantı. C3-ə də uyğun gələcək C variantı. Bir də baxmağa ehtiyac yoxdur. Digərində də bax bu şəkildədir. AB vektorunu birinci üçün tapıramsa 1-dən çıxıram mənfi 2-ni eləyir neçə? 3. Sonra yenə 3-dən çıxıram 0-ı, ikincidə 3-dür. Üçüncü mənfi 3-dən 2 çıxanda mənfi 5. Biri uyğun gəlir B variantı. İkinciyə baxın və kökətli kvadratlar cəmi 9, 9, 25. Eləyəcək 9, 9, 25-in üstünə 9 gələndə 34, 43. Belə bir kökdən çıxan ədədimiz yoxdur. Keçirik ikinciyə. 2-dən 0 çıxıram, eləyəcək 2, 1-dən mənfi 2 çıxanda 3, 0-dan mənfi 6 çıxanda 6, 2, 3, 6 C variantında var. Digərdə 5-dən 3 çıxıram 8, A variantında bunu yazdı. İndi kökətli kvadratları cəmi, bunun kökətli kvadrat cəmi 64 üstəgəl 81 üstəgəl 144 eləyir 225 üstəgəl 64, 289, 17. Deməli, Y variantı bura aiddir. 1 olacaq. 1B, 2C, D-də uyğun gələsidir. Kökətli kvadratlarını cəmləsəz. Uyğunluğu müəyyən edin deyir. AC, CB-yə bərabərdir. AC, CB-yə bərabərdir. O nöqtəsidir, orta o nöqtədir. AC, C-ni biz deyək gəlin X, Y, C nöqtəsinə. O zaman AC nə deməkdir? X çıxılsın, birinci üçün yazıram bax. X çıx 3 və Y çıx 7. Bu bərabər olmalıdır nəyə? CB-yə. B nədir bəs? X çıx 7, 9 çıx 7, Y çıx 9. İndi X-lər bərabər olması üçün olacaq bura necə? Pardon, burada CB demir, BC deyir. Ona görə bu hissəni 7 çıx X, 9 çıx Y yazacaq. O zaman burada olacaq 7 çıx X. X-lər bir tərəfə keçəndə 2X bərabər 4X bərabərdir 2-yə. Burada soram 7 minus Y bərabərdir Y minus 9-a. Daha doğrusu 9 minus Y-a. Bu deyiləcək 2Y bərabərdir 16-ya. Y də bərabərdir. 7-in üstünə 16 gələndə 14-ə. 16-ın yarısı 8-ə. Y 8-dir. OC-ni istəyir bizdən. OC ilə C nöqtəsidir. Yəni 2 ilə 8. 1-ə uyğun gəlir C variantı 73-də. Və B variantı uyğun gələcək CB-ni tapanda. 5-1. Gətirib yerinə qoysanız da. 2 qoyanda 5 eləyir, 8 qoyanda 1. Keçək indi ikincisinə. Yenə yazacağım. X üstəgəl 4, Y çıx 6. Bərabərdir 10 çıx X və 8 çıx Y. Bu da X üstəgəl 4 bərabərdir 10 çıx X-a. 2X bərabərdir 6-ya, X də bərabərdir 3-ə. X-imiz 3-dür. Bu Y variantında var. Yəqin Y olacaq. Bəli, Y uyğun gəlir.
Ama yeni de yazaq. Y çıx 6 bərabər 8 çıx y-a. 2y bərabər də 14, y də bərabər də 7-yə. Bir də uşaqlar şeyi tapsaq CB-ni. CB də nəyə bərabərdir? Gətirib yerinə qoy. 10-dan 3 çıxanda 7 və 8-dən 7 çıxanda 1. Uyğun gəldi D variantı, ortada bir dənə A variantı boş qalır. 74 də eynisidir, daha yazmıram. 75 diaqramda verilənlər əsasən 2A plus 3B vektorunu tap. A vektorunda x-imiz nədir? A vektorunda x-imiz 4-dür, y-imiz nədir? 8-dir, z-imiz neçədir? 2-dir. B vektorunda x-imiz 7-dir, y-imiz 5-dir, z-imiz 6-dır. İndi deyir 2A-nın üstünü 3B-yə. 2A nə olur? 8, 16 və 4. B'miz nə olacaq o zaman? 3B. 21, 15 və 18. Cəmləyəndə neçə verəcək bizə? Neçə verəsidir? 29, sonra 31 və 24. Vəssalam, keçək 76-ya. Eynisi də 76-da. Mən A-nı yazım. A vektorumuz 5-dir. B'miz, x-imiz 5'dir, y-imiz 7'dir, z-imiz de 2'dir. 8'dir, 4'dür və 6'dır. 3A deyir. 3'ü 5'e vuranda 15, 3'ü 7'ye vuranda 21, 3'ü 2'ye vuranda 6. Üstə gəl 2B deyir. 16, 8 və 10, 12. Bunlar da cəmləyəndə eləyəcək 31, 29 və 18. Keçək 77-yə. O vektoru veribdi bizə. Deyir 5-dir, 2-dir, 1-dir. A vektorunu veribdi bizə 0-dır, -2-dir, 7-dir. Oxşarlıq əmsali 3K-dır. Yəni buradan bura kimi məsafə, buradan bura kimi 3 dəfə çox olmalıdır. A' istəyir. Əvvəlcə o A-nı tapsaq. O A nəyə bərabərdir uşaqlar? 3 dənə o A' bərabərdir. Bunu unutmayaq. Daha doğrusu o A 3 dənə OA-ya bərabərdir. Təmiz qarışdırdıq. Baxın, o A' bərabərdir 3 dənə OA-ya. Buradan o A' kiçikdir x minus 5-dən və y minus 2-dən, z minus 1-dən. Kiçikdir dedim, yəni OA budur. O A' odsa OA nəyə bərabərdir? -5, -4 və 6. Bunu hardan aldıq? 0-dan çıxdıq 5-i, -2-dən çıxdıq 2-ni, 7-dən çıxdıq 1-i. Sonra, indi 3 dənə 3 OA-nı tapsaq, bu nəyə bərabərdir? -15, -12 və 18. O zaman, bu buna bərabərdirsə yazıram. X minus 5 bərabərdir -15-ə. Y minus 2 bərabərdir -12-yə. Z minus 1 bərabərdir 18-ə. X bərabər olur -10, 10-a, y bərabər olur -10-a, z də bərabər olur 19-a. Bizdən nə istəyir? Koordinatları cəmi. -10, üstə gəl -10, üstə gəl 19. Bu da eləyəcək -1. Keçək indi 78-i də yazaq. Eyni qaydada yazasıyıq. Baxın uşaqlar, mənə deyir ki, oxşarlı əmsalı 2-dir. Yəni o m' bərabərdir 2 dənə o m-ə. Öncə o m' tapaq. O m' nəyə bərabərdir? X çıx 6, y çıx 4 və z çıx 1-ə. O m nəyə bərabərdir bəs? 4 çıx 6 -2-yə, -4-ə və -6-ya. İndi bu 2 mislidirsə, 2 dənə o m-i tapsaq. -4, -8 və -12. Və bunu buna bərabərləyəndə x minus 6 bərabərdir -4-ə, y minus 4 bərabərdir -8-ə, z minus 1 bərabərdir -12-yə. Bu da eləyir x bərabərdir 2-yə, y bərabərdir -4-ə, z də bərabərdir -11-ə. Bunların cəmi də eləyəcək neçə? 2 üstə gəl -4, üstə gəl -11. Bu da bizə verəcək -13-ü. 79 vektorun uzunluğunu istəyir. OA. Buradan bura kimi. Bura 2'dir, bura 2'dir. Olacaq 2 kökdə 2. Sonra bura 4'dür, 1'dir. Olacaq kök altında 4'ün kvadratı 16, 1, 17.
Ya da belə tapacağımıza A vektorunun uzunluğu nədir? 2, 1, 2. B vektoru haradır? 3, 1, 2, 3, 4, 5. 5. C vektoru haradır? C vektoru 1, 2, 3, 4, 5, 6, 7, 6. D vektoru haradır? 8, 9. 9 və 6'dan 2 barmaq aşağı düşəndə 4. İndi bizdən deyir ki, nəyi tap deyir? Bu vektorların cəmi. Vektorların cəmini tapanda yazıram AB üstəgəl BC üstəgəl CD. Bunlar da nəyə bərabərdir? Bu da bərabərdir. AB hara bərabərdir? 3 çıx 2, 3 çıx 1, 2 eləyir. Bu arada bu nəyə bərabərdir? Bu xəttə də, yəni AD-yə. İndi bu bərabərliyi tapmaq istəyiriksə, birbaşa 9'dan 1'i çıxarım 8, 4'dən 2'ni çıxarım 2. Bunun istəyir uzunluğunu. Kök hətta bunların kvadratları cəmi. Bu da eləcə 64 üstəgəl 4, yəni 68, 2 kökdə 17 deməkdir. Keçək 80-ci suala. Eynisidir məncə. Bax uşaqlar, bu vektorun uzunluğunu tapmaq istəyiriksə, bunların cəmi elə aşağını verir. A vektoru nədir? 1'in A vektoru 1'in 3'ə. Bəs D vektoru neçədir? 9'un neçədir bura? 2, 3, 4, 5. 5'ə. AD'ni tapanda AD nəyə bərabərdir? 9'dan 1 çıxıram 8, 5'dən 3 çıxıram 2. 8'dən 2'nin kök hətta kvadratları cəmi yenə 2 kökdə 17'ni verəcək. Belə uşaqlar, bundan da suallarımızı qurtardıq. Növbəti başlıqda görüşənə.